Salam hər kəsə. 8 iyun 2026-cı il. Göy üzündə elə bir planetar düzülüş var ki, bugün bəzilərimiz üçün böyük dönüş nöqtəsi, bəzilərimiz üçünsə ciddi bir sınaq olacaq. Şansın və riskin haradan gələcəyini, hansı səhvin sizə baha başa gələcəyini bilmək istəyirsinizsə, öz bürcünüzlə bərabər həyatınızdakı insanların da bürcünü mütləq sona qədər izləyin. Zaman itirmədən ilk bürcümüzdən başlayırıq. Qoç. Qoçlar üçün 8 iyun sanki bir neçə fərqli sürət həddi olan magistral yola bənzəyir. Səhər saatlarında daxili dinamizminiz o qədər yüksək olacaq ki, qarşınıza çıxan hər bir maniyəni bir göz qırpımında adlaya biləcəyinizi düşünəcəksiniz. Lakin günün ikinci yarısı sizdən biraz daha strateji düşünməyi və tempinizi azaltmağı tələb edə bilər. Bugünün əsas dərsi enerjini düzgün bölüşdürmək və impulsiv, ani reaksiyalardan qaçmaqdır. Sevgi və münasibətlər. Bugün münasibətlər cəbhəsində ya hamısı, ya heç nə prinsipi ilə hərəkət etmək istəyə bilərsiniz. Əgər partnyorunuz varsa, ondan gələn hər bir sözü və ya hərəkəti böyüdücü şüşə altında araşdırmaq meyliniz yüksəkdir. Ulduzlar deyir ki, bugün qarşı tərəfin kiçik diqqətsizliklərini böyük bir böhrana çevirməyə ehtiyac yoxdur. Bəzən insanlar sadəcə yorğun olur və bu yorğunluğun sizinlə heç bir əlaqəsi olmur. Subay qoçlar üçün isə bugün sosial şəbəkələrdə və ya dost məclislərində köhnə bir tanışla gözlənilməz bir qığılcım yarana bilər. Keçmişdə ciddi qəbul etmədiyiniz bir insan bugün fərqli bir işıqda qarşınıza çıxa bilər. Münasibətlərdə səmimiyyət və təbii axış bugünün əsas açarıdır. Süni dramlardan qaçın. Karyera və biznes. İş həyatınızda bugün rəhbərliklə və ya nüfuzlu şəxslərlə dialoqlarınız ön plana çıxır. Sizin yeni ideyalarınız, layihələriniz ola bilər və siz bunları dərhal reallaşdırmaq istəyirsiniz. Lakin bugün hər kəsin sizinlə eyni sürətlə düşünməsini gözləməyin. İş yoldaşlarınızın bürokratik və ya texniki ləngimələri səbrinizi sınağa çəkə bilər. Təzyiq göstərmək əvəzinə arqumentlərinizi məntiqli və sakit şəkildə təqdim edin. Xüsusilə komanda işlərində liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün əla fürsətdir, lakin bunu digərlərini kölgədə qoymadan onlara dəstək olaraq etməlisiniz. Müqavilələr və rəsmi sənədləşmə işlərində detallara mütləq diqqət yetirin, gözünüzdən qaçan kiçik bir bənd sonradan vaxt itkisinə səbəb ola bilər. Maliyyə və büdcə. Maliyyə mövzusunda bugün həm riskli, həm də şanslı bir gündür. Pul qazanmaq, yeni gəlir mənbələri tapmaq barədə ağlınıza parlaq fikirlər gələ bilər. Lakin bu fikirləri dərhal böyük investisiyalara çevirmək üçün biraz tezdir. Xüsusilə emosional anlarınızda əsəbi və ya həddindən artıq sevincli olduğunuzda alış-veriş etməkdən çəkinin. Sonradan sizə tamamilə lazımsız görünəcək əşyalara böyük məbləğlər xərcləyə bilərsiniz. Borc vermək və ya böyük məbləğdə borc götürmək üçün də ideal bir gün deyil. Cari büdcənizi qorumaq və gələcək xərclərinizi planlaşdırmaq bugün sizə daha çox xeyir gətirəcək. Nağd pulla işləyərkən diqqətli olun, diqqətsizlik ucbatından kiçik itkilər ola bilər. Sağlamlıq və rifah. Fiziki enerjiniz kifayət qədər yüksəkdir, lakin bu enerjini harada və necə xərclədiyiniz vacibdir. Baş ağrıları və migren bugün qoçların ən çox qarşılaşa biləcəyi narahatlıqlardan biridir. Bu, adətən zehni gərginlikdən və kifayət qədər su içməməkdən qaynaqlanır. Gün ərzində maye qəbuluna diqqət edin və kompüter və ya telefon ekranı qarşısında keçirdiyiniz vaxtı tənzimləyin. Həmçinin tələsik hərəkət etmək meyliniz olduğundan kiçik məişət qəzalarına, büdrəmələrə və ya əl kəsiklərinə qarşı diqqətli olmalısınız. Axşam saatlarında təmiz havada qısa bir gəzinti və ya meditasiya daxili balansınızı bərpa etməyə kömək edəcək. Buğa. 8 iyun 2026-cı il Buğa bürcləri üçün daxili sabitliklə xarici dünyanın dinamikası arasında bir tarazlıq axtarışı ilə başlayır. Adətən rahatlığı, zəmanəti və addım-addım irəliləməyi sevən bir bürc olaraq, bugün planetlərin sizdən biraz daha çevik olmağı tələb etdiyini hiss edə bilərsiniz. Göy üzü sizə deyir ki, köhnə üsullar artıq köhnə nəticələr verir, bugün həyatınıza fərqli bir rəng, fərqli bir yanaşma gətirməyin tam zamanıdır. İnadkarlığı bir kənara qoyub şəraitə uyğunlaşmağı bacarsanız, günün sonunda ən qazanclı çıxan tərəf siz olacaqsınız. Sevgi və münasibətlər. Bugün sevgi həyatınızda emosional təhlükəsizlik ehtiyacınız pik həddə çata bilər. Əgər uzun müddətli bir münasibətiniz varsa, partnyorunuzdan daha çox diqqət, sevgi və bəlkə də gələcəyə dair konkret vədlər eşitmək istəyəcəksiniz.
Lakin qarşı tərəfin bugün öz işlərinə və ya daxili dünyasına qapanması sizdə "məni sevmir" və ya "hər şey pisləşir" kimi əsassız qorxular yarada bilər. Sakit olun və hisslərinizi bastırmaq əvəzinə onları ittiham etmədən dilə gətirin. Cümlələrinizi "sən niyə beləsən" deyil, "mən özümü belə hiss edirəm" formatında qurun. Subay buğalar üçün isə bugün çox maraqlı bir enerji var, keçmişdən qalan, tam bitməmiş və ya ürəyinizdə xal kimi qalan bir münasibət yenidən gündəmə gələ bilər. Bu, köhnə sevgilinin sizə yazması və ya təsadüfən qarşılaşma şəklində ola bilər. Amma ulduzlar xəbərdarlıq edir, keçmişdə sizi incidən bir hekayəni sadəcə tənhalıqdan qorxduğunuz üçün yenidən canlandırmağa çalışmayın. Yeni insanlara şans vermək hər zaman eyni qapını döyməkdən daha xeyirlidir. Karyera və biznes. Karyera sahəsində buğalar üçün olduqca məhsuldar, lakin bir o qədər də diqqət tələb edən bir gündür. İş yerində öhdənizə düşən vəzifələri hər zamanki kimi mükəmməl şəkildə yerinə yetirməyə çalışacaqsınız. Lakin bugün ətrafınızdakı insanların, xüsusən də bəzi iş yoldaşlarınızın məsuliyyətsizliyi və ya işləri son ana saxlaması sizin planlarınızı poza bilər. Əsəbləşmək əvəzinə öz sərhədlərinizi qorumağı öyrənməlisiniz. Başqalarının yarımçıq qoyduğu işləri mütləq yaxşı olsun deyə öz üzərinizə götürməyin. Əgər öz biznesiniz varsa və ya rəhbər vəzifədəsinizsə, bugün yeni tərəfdaşlıqlar və ya layihələr üçün ilkin danışıqlar apara bilərsiniz. Müqavilələrin şifahi hissəsinə deyil, yazılı bəndlərinə inanmağınız məsləhətdir. Kreativ sahədə çalışan buğalar isə bugün vizual zövqlərini işlərinə əks etdirərək böyük rəğbət qazana bilərlər. Maliyyə və büdcə. Maliyyə məsələləri bugün buğaların əsas fokus nöqtələrindən biri olacaq. Siz pulun dəyərini və onu necə idarə etməyi ən yaxşı bilən bürclərdən birisiniz, lakin 8 iyun günü daxili bir özümü mükafatlandırmalıyam hissi büdcənizə ziyan vura bilər. Keçici bir stressi azaltmaq üçün bahalı geyimlər, kosmetika və ya lüks əşyalar almaq istəyi yarana bilər. Alış-veriş etməzdən əvvəl özünüzə bu sualı verin: bu mənə həqiqətən lazımdır, yoxsa sadəcə daxili boşluğumu doldurmağa çalışıram? Digər tərəfdən, investisiya planları olan buğalar üçün daşınmaz əmlak və ya uzun müddətli qənaət fondları haqqında araşdırma aparmaq üçün uğurlu gündür. Riskli və kripto kimi sürətli dəyişən bazarlardan bugün uzaq durmağınız məsləhətdir, çünki tələsik qərarlar itkilərə yol aça bilər. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün boğaz, boyun və çiyin nahiyələriniz ən həssas nöqtələrinizdir. Soyuq içkilərdən və ya kondisioner qarşısında birbaşa oturmaqdan qaçın, çünki səsinizin tutulması və ya boğaz ağrısı riski yüksəkdir. Həmçinin zehni yorğunluq bədəninizdə çiyin ağrıları kimi özünü göstərə bilər. Günün ortasında qısa fasilələr verib boyun hərəkətləri etmək sizə çox yaxşı təsir edəcək. Buğaların ən böyük zəifliklərindən biri olan dadlı təamlara meyl bugün həzm sisteminizi yükləyə bilər. Xüsusilə axşam saatlarında ağır və yağlı yeməklərdən qaçın, yuxu rejiminizin pozulmamasına diqqət yetirin. Əkizlər. 8 iyun 2026-cı il əkizlər bürcləri üçün zehni olaraq olduqca sürətli, rəngarəng, lakin bir o qədər də diqqət tələb edən bir atmosfer gətirir. Planetlərin bugün formalaşdırdığı enerji birbaşa sizin ünsiyyət, öyrənmə və adaptasiya qabiliyyətinizə təsir edəcək. Bugün beyninizdə eyni anda onlarla fikir fırlana bilər və siz hər birinə eyni vaxtda qaçmaq istəyə bilərsiniz. Göy üzü sizə xəbərdarlıq edir. Çoxşaxəllik sizin güclü tərəfiniz olsa da, bugün enerjinizi parçalamaq heç bir işi tamamlaya bilməməyinizə səbəb ola bilər. Fokus nöqtənizi təyin edin və daxili xaosu yaradıcı bir gücə çevirin. Sevgi və münasibətlər. Bugün münasibətlərinizdə intellektual bağ və sözlərin gücü hər şeydən önəmli olacaq. Əgər həyatınızda kimsə varsa, onunla sadəcə gündəlik mövzulardan deyil, fəlsəfədən, gələcək planlardan, hətta kosmosdan və ya sənətdən danışmaq istəyəcəksiniz. Partnyorunuzun sizə verəcəyi zehni stimul bugün sevgi hissinizi alovlandıran əsas amildir. Lakin diqqətli olun, qarşı tərəf sizin qədər sürətli düşünmürsə və ya bugün daha çox sakitliyə ehtiyac duyursa, onu maraqsız və ya soyuq adlandırmayın. Sizin tez-tez dəyişən əhvalınız və mövzudan mövzuya atlamağınız qarşı tərəfi biraz yora bilər. Ona özünü ifadə etmək üçün zaman tanıyın və dinləməyi bacarın. Subay əkizlər üçün bugün tam mənası ilə bir flört günüdür. Yeni bir mühitdə, kursda, kitabxanada və ya rəqəmsal platformada tanış olacağınız bir insan ağlı və yumor hissi ilə sizi heyran edə bilər. Uzun müddətdir gözlədiyiniz o zehni qığılcımı bugün tapmaq ehtimalınız çox yüksəkdir. Amma hər zamanki kimi hisslərinizdən dərhal əmin olub böyük vədlər verməyin. Sadəcə anın dadını çıxarın və insanları tanımağa vaxt ayırın.
Karyera və biznes. Karyera cəbhəsində əkizlər bugün öz sahələrində parıldaya bilərlər. Xüsusilə media, marketinq, yazı, proqramlaşdırma və ya təhsil sahəsində çalışırsınızsa, ideyalarınız rəhbərliyin və ya müştərilərin diqqətini dərhal çəkəcək. Təqdimat etmək, danışıqlar aparmaq və ya yeni bir layihənin startını vermək üçün göy üzü sizə yaşıl işıq yandırır. Sözləriniz o qədər təsirli olacaq ki, ən inadkar insanları belə öz tərəfinizə çəkə bilərsiniz, lakin günün təhlükəli tərəfi detallardadır. Siz böyük rəsmi görməkdə ustasınız, lakin bugün hesabatlardakı xırda rəqəmlər, rəsmi yazışmalardakı kiçik bəndlər və ya texniki sazlamalar gözünüzdən qaça bilər. İşlərinizi bitirdikdən sonra mütləq bir dəfədə yoxlayın, yaxud güvəndiyiniz bir həmkarınızdan göz gəzdirməsini xahiş edin. Eyni anda bir neçə işi idarə etməyə çalışmaq yerinə onları prioritet sırasına görə düzün. Telefon zəngləri və bitmək bilməyən bildirişlər bugün ən böyük vaxt oğrularınız ola bilər, lazım gəldikdə işinizə fokuslanmaq üçün dünyadan təcrid olunmağı bacarın. Maliyyə və büdcə. Maliyyə mövzusunda əkizlər bugün biraz balanssız davrana bilərlər. Bir tərəfdən gələcəyinizi düşünüb qənaət etmək planları qurarkən, digər tərəfdən anidən qarşınıza çıxan bir texnoloji gadget, kitab seriyası və ya onlayn təlim proqramı üçün büdcənizi tamamilə sıfırlaya bilərsiniz. Sizin üçün informasiyaya və ya yeni təcrübələrə pul xərcləmək heç vaxt israf sayılmır, lakin bugün real imkanlarınızla istəkləriniz arasındakı sərhədi düzgün çəkməlisiniz. Əgər investisiya etmək və ya pulunuzu dəyərləndirmək istəyirsinizsə, bugün kənar şəxslərin verdiyi təcili qazanc məsləhətlərinə qətiyyən inanmayın. Tələsik edilən maliyyə əməliyyatları, xüsusilə günün ikinci yarısında sizə zərər verə bilər. Pul köçürmələri zamanı kart məlumatlarını və ya hesabı 2 dəfə yoxlayın, rəqəmsal təhlükəsizliyinizə diqqət yetirin. Sağlamlıq və rifah. Zehni aktivliyinizin bu qədər yüksək olması birbaşa sinir sisteminizə təsir edir. Bugün əkizlərin ən böyük problemi daxili gərginlik və yuxusuzluq ola bilər. Beyniniz gecə saatlarında da işləməyə davam edəcəyi üçün yuxuya getməkdə çətinlik çəkə bilərsiniz. Yatmazdan ən azı 1 saat əvvəl telefon və kompüterlə əlaqəni kəsmək, otağı havalandırmaq və bəlkə də sakitləşdirici musiqi dinləmək bugün sizin üçün lüks deyil, bir ehtiyacdır. Fiziki olaraq isə ağciyərlər, qollar və əllər bugün həssas zonalardır. Əgər idmanla məşğul olursunuzsa, qol və çiyin əzələlərinizi həddindən artıq yükləməkdən qaçın, travma riski ola bilər. Təmiz havada nəfəs məşqləri etmək həm sinirlərinizi sakitləşdirəcək, həm də bədəninizə ehtiyacı olan oksigeni qazandıracaq. Kafein qəbulunu azaldın, çünki onsuz da yüksək olan enerjinizi süni şəkildə artırmaq ürək döyüntülərini və həyəcanı tətikləyə bilər. Xərçəng. 8 iyun 2026-cı il xərçəng bürcləri üçün daxili aləmə boylanmaq, emosional təmizlik aparmaq və həyatdakı prioritetləri yenidən nəzərdən keçirmək üçün çox xüsusi bir ab-hava yaradır. Ayın idarə etdiyi bir bürc olaraq, bugün ətrafınızdakı insanların enerjisini və məkanların aurasını bir süngər kimi özünüzə çəkməyə meyilli olacaqsınız. Göy üzü sizə xəbərdarlıq edir, hər kəsin problemini öz çiyninizə götürmək məcburiyyətində deyilsiniz. Bugün özünüzü qorumaq, daxili qabığınıza çəkilib güc toplamaq üçün tamamilə legitim hüququnuz var, şəxsi sərhədlərinizi nəzakətlə, lakin qətiyyətlə çəkməyi öyrənməlisiniz. Sevgi və münasibətlər. Bugün münasibətlərinizdə bir qədər kövrək və həssas ola bilərsiniz. Partnyorunuzun adi bir zarafatı və ya diqqətsiz atdığı bir addım sizə dərindən təsir edə bilər. Keçmişdə yaşanmış, lakin unudulmamış mövzular yenidən beyninizdə canlana bilər. Əgər ürəyinizi qıran nəsə varsa, bunu içinizə atıb səssiz protesto rejiminə keçməyin. Çünki siz susduqca qarşı tərəf nə baş verdiyini anlamır və bu aradakı məsafəni daha da böyüdür. Hisslərinizi səmimi və dram yaratmadan izah edin. Görəcəksiniz ki, qorxularınızın çoxu sadəcə sizin təxəyyülünüzün məhsuludur. Subay xərçənglər üçün bugün platonik hisslərin və ya gizli heyranlıqların günü ola bilər. Uzun müddətdir uzaqdan izlədiyiniz bir insana qarşı emosiyalarınız arta bilər. Lakin ulduzlar deyir ki, bugün ilk addımı atmaq və ya hisslərinizi etiraf etmək üçün ən doğru zaman deyil. Qarşı tərəfi daha yaxşı tanımaq və onun da sizə qarşı eyni tezlikdə olub olmadığını anlamaq üçün biraz da müşahidəçi qalmaqda fayda var. Sevgidə tələsmək yox, güvən hissi önəmlidir. Karyera və biznes. Karyera sahəsində bugün böyük və səs-küylü layihələrdən ziyadə tək başına işləmək və ya arxa planda qalıb yarımçıq işləri tamamlamaq sizə daha çox uğur gətirəcək. Kollektiv daxilində yarana biləcək dedikodulardan, intriqalardan və qruplaşmalardan uzaq durun.
Kiməsə kömək etmək istəyərkən özünüzü iki od arasında tapa bilərsiniz. Bugün sadəcə öz vəzifələrinizə fokuslanın. Əgər yaradıcı bir sahədə çalışırsınızsa, intuisiyanız sizə möhtəşəm ideyalar bəxş edə bilər. Ağlınıza gələn fərqli fikirləri mütləq bir kənara qeyd edin. Yaxın günlərdə onlardan böyük bir layihə çıxara bilərsiniz. Rəhbərliklə vizyonunuzu paylaşmaq üçün günün ikinci yarısı daha uyğundur. Lakin təkliflərinizi təqdim edərkən emosional deyil, rəqəmlərə və real faktlara əsaslanan bir dil istifadə etməyə çalışın. Sənədləşmə işlərində və arxivləşdirmədə nizam-intizam bugün sizi potensial səhvlərdən qoruyacaq. Maliyyə və büdcə. Maliyyə baxımından xərçənglər üçün sabitliyi qorumaq dövrüdür. Gəlirlərinizdə kəskin bir azalma gözlənilmir, lakin xərclərinizi idarə etmək tamamilə sizin əlinizdədir. Bugün eviniz, ailəniz və ya yaxınlarınız üçün nəsə almaq istəyi arta bilər. Sevdiyiniz insanları sevindirmək gözəldir, lakin öz büdcənizin sərhədlərini aşaraq bunu etmək sonradan sizi stressə sala bilər. İnvestisiya mövzusunda bugün böyük risklərə girmək, tanımadığınız sahələrə pul yatırmaq qətiyyən tövsiyə olunmur. Əgər borc istəyən dostlarınız olarsa, onlara yox deməyi bacarmalısınız, çünki bugün verilən borcun geri qayıtması çox uzun çəkə bilər və ya həmin insanla münasibətinizin korlanmasına yol aça bilər. Gələcək üçün xırda da olsa bir qənaət fondu yaratmaq fikri bugün ağlınıza bata bilər və bu atacağınız ən doğru addım olar. Sağlamlıq və rifah. Sağlamlıq sahəsində xərçənglərin bugün ən çox diqqət yetirməli olduğu yer mədə və həzm sistemidir. Emosional gərginlik və stres birbaşa mədənizə vura bilər. Keçici narahatlıqlar, həzm problemləri və ya spazmlarla qarşılaşmamaq üçün qidalanmanıza xüsusi diqqət yetirin. Fast food, həddindən artıq acı və ya ədviyyatlı yeməklərdən bugün uzaq durun. Evdə hazırlanmış yüngül və sulu yeməklərə üstünlük verin. Həmçinin su balansı bugün bədəninizin enerjisini yüksək tutmaq üçün çox vacibdir. Axşam saatlarında mənəvi olaraq rahatlamaq üçün isti bir vanna qəbul etmək, dəniz kənarında və ya su olan bir məkanda vaxt keçirmək sizə inanılmaz dərəcədə terapevtik təsir göstərəcək. Suyun sakitləşdirici enerjisi gün ərzində yığılan bütün neqativləri yuyub aparacaq. Şir. 8 iyun 2026 il şir bürcləri üçün səhnəyə çıxmaq, özünü göstərmək və liderlik keyfiyyətlərini nümayiş etdirmək üçün parlaq bir atmosfer vəd edir. Günəşin idarə etdiyi bir bürc olaraq, bugün daxili işığınızın ətrafa daha güclü yayıldığını hiss edəcəksiniz. İnsanlar təbii olaraq sizin fikirlərinizə, duruşunuza və enerjinizə cəlb olunacaqlar. Lakin göy üzü xəbərdarlıq edir, özünə inamla təkəbbür arasındakı o incə cizgini qorumalısınız. Hər kəsin sizə rəğbət bəsləməsini gözləmək bugün bəzi ego qarşıdurmalarına yol aça bilər. Təbii xarizmanızı ətrafdakıları idarə etmək üçün deyil, onlara ilham vermək üçün istifadə edin. Sevgi və münasibətlər. Bugün sevgi həyatınızda ehtirasın və emosiyaların dozası kifayət qədər yüksək olacaq. Əgər münasibətiniz varsa, partnyorunuzun diqqət mərkəzində olmaq, ondan təriflər və xüsusi jestlər görmək istəyə bilərsiniz. Qarşı tərəf bu gözləntinizi qarşıladıqda münasibətiniz nağıla çevriləcək, lakin kiçik bir laqeydlik gördükdə dərhal qürurunuzu ön plana çıxara bilərsiniz. Unutmayın ki, sağlam münasibət qarşılıqlı balansa əsaslanır. Bugün sadəcə sevgi alan tərəf deyil, həm də qarşı tərəfi ürəkdən dinləyən və dəyər verən tərəf olun. Onun uğurlarını qeyd etmək aranızdakı bağı daha da gücləndirəcək. Subay şir bürcləri üçün bugün heyran edici baxışları üzərinə çəkmək çox asan olacaq. Daxil olduğunuz hər bir mühitdə fərqli geyiminiz, danışıq tərziniz və ya sadəcə enerjinizlə diqqət çəkəcəksiniz. Qarşınıza çıxan yeni namizədlər ola bilər, lakin bugün başlayan flörtlərdə qarşı tərəfin sadəcə xarici görünüşünə və ya sizə etdiyi təriflərə aldanmayın. İnsanların daxili dünyasını, səmimiyyətini və real xarakterini anlamaq üçün zamana ehtiyacınız var. Tələsmədən anın dadını çıxarın. Karyera və biznes. Karyera cəbhəsində şirlər üçün bugün böyük qərarlar vermək və ya layihələri idarə etmək baxımından olduqca uğurludur. İş yerində bir problemin həlli üçün hər kəs tərəddüd edərkən, siz məsuliyyəti öz üzərinizə götürüb doğru çıxış yolunu göstərə bilərsiniz. Rəhbərliklə və ya müştərilərlə görüşlərdə təqdimat qabiliyyətiniz yüksək olacaq. Əgər yaradıcı işlərlə, sənətlə, təşkilatçılıqla və ya idarə etməklə məşğul olursunuzsa, bugün fərqli ideyalarınızla rəqiblərinizi geridə qoya bilərsiniz, lakin iş yoldaşlarınızla dialoqda diqqətli olmalısınız. Ən yaxşısını mən bilirəm tərzində hərəkət etmək komanda daxilində gizli narazılıqlar yarada bilər. Digər insanların da fikirlərinə hörmətlə yanaşmaq və onlara da söz haqqı vermək sizin liderlik nüfuzunuzu azaltmaz, əksinə daha da artırar.
Maliyyə və ya hüquqi sənədlərlə işləyərkən hər bir bəndi detallı şəkildə oxuyun, böyük rəsmə fokuslanıb xırda səhvləri qaçırmayın. Maliyyə və büdcə. Maliyyə mövzusunda şirlərin bugün biraz daha təmkinli olması lazımdır. Sizin təbiətinizdə lüksə, keyfiyyətli əşyalara və əliaçıqlığa meyl var. Bugün xüsusilə ətrafınızdakı insanları heyran qoymaq və ya özünüzü lüks bir şəkildə mükafatlandırmaq üçün planlaşdırılmamış böyük xərclər edə bilərsiniz. Dünyaya bir dəfə gəlmişəm fəlsəfəsi bugün büdcənizdə ciddi bir deşik aça bilər. Xərclərinizi mütləq nəzarətdə saxlayın, yeni investisiya imkanları və ya biznes təklifləri qarşınıza çıxa bilər. İlk baxışdan çox cazibədar görünsə də, arxa plandakı riskləri görmək üçün peşəkar birindən məsləhət almaq faydalı olar. Şans oyunları və ya riskli bircə əməliyyatlarından bugün uzaq durmaq ən doğrusudur. Pul gəlirləriniz stabildir, lakin onu qorumaq bugün qazanmaqdan daha vacibdir. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün ürək və kürək nahiyəniz ən həssas nöqtələrinizdir. Gün ərzində fiziki olaraq özünüzü həddindən artıq yükləməkdən qaçın. Ağır yüklər qaldırmaq və ya idmanda normadan artıq güc sərf etmək bel və kürək ağrılarına səbəb ola bilər. Oturaq iş rejimindəsinizsə duruşunuza, posturanıza diqqət yetirin və müntəzəm fasilələr verib gəzişin. Emosional dalğalanmalar və stres qan təzyiqinizə təsir edə bilər. Bugün tünd qəhvə, energetik içkilər və ya duzlu qidalardan uzaq durmaq ürək-damar sisteminizi qorumağa kömək edəcək. Axşam saatlarında təmiz havada, sakit bir mühitdə keçirəcəyiniz vaxt və ya sevdiyiniz bir hobbiyə zaman ayırmaq daxili enerjinizi yenidən balanslaşdıracaq və sizi növbəti günə hazırlayacaq. Qız. 8 iyun 2026 il qız bürcləri üçün hər şeyi yerli yerinə qoymaq, analiz etmək və həyatın dağınıq sahələrini nizama salmaq baxımından olduqca güclü bir enerji daşıyır. Merkuri tərəfindən idarə olunan bir bürc olaraq, bugün detalları görmə qabiliyyətiniz, məntiqli düşüncəniz və praktik zəkanız ən yüksək səviyyədə olacaq. Ətrafınızdakı insanların görmədiyi kiçik nüansları, səhvləri və ya fürsətləri bir baxışda tuta biləcəksiniz. Lakin göy üzü xəbərdarlıq edir. Mükəmməllik axtarışınız bugün həm özünüzü, həm də ətrafınızdakiları həddindən artıq tənqid etməyinizə yol aça bilər. Unutmayın ki, həyat hər zaman ideal sxemlərlə işləmir, bəzən kiçik qüsurlarla da barışmağı öyrənmək ruhunuzu rahatladar. Sevgi və münasibətlər. Bugün sevgi və münasibətlər cəbhəsində duyğulardan çox məntiqlə hərəkət etmək istəyə bilərsiniz. Əgər həyatınızda kimsə varsa, onun hərəkətlərini, verdiyi sözləri və sizə qarşı davranışlarını tərəziyə qoyub ölçə bilərsiniz. O mənim üçün nə edir, mən onun üçün nə edirəm, sualı beyninizi məşğul edə bilər. Partnyorunuzun sizə kömək etmək tərzini, məişətdəki məsuliyyətlərini tənqid etməkdən çəkinin. İnsanlar sevgilərini fərqli yollarla göstərirlər, qarşı tərəfin romantik sözlər deməməsi onun sizə dəyər vermədiyi mənasına gəlmir. Bugün hisslərinizi biraz daha sərbəst buraxın və sevgini analiz etməyə çalışmaqdan vaz keçin. Subay qız bürcləri üçün bugün real və ayaqları yerə basan tanışlıqlar gündəmə gələ bilər. Sizin üçün xarici görünüşdən və ya keçici ehtiraslardan daha çox, qarşı tərəfin intellekti, həyata baxışı və məsuliyyət hissi önəmlidir. Ola bilsin ki, iş mühitində, kursda və ya rəsmi bir tədbirdə diqqətinizi çəkən biri olsun. İlk baxışdan sizə çox soyuq və ya ciddi görünən bu insanla söhbət etdikcə aranızda güclü bir zehni bağ yarana bilər. Münasibətlərdə tələsməmək sizin təbiətinizdə var, bugün də həmin instinktinizə güvənin. Karyera və biznes. Karyera sahəsində bugün sizin ən uğurlu və parıldayan günlərinizdən biridir. Hesabatların hazırlanması, çətin layihələrin planlaşdırılması, redaktə işləri və ya böyük dataların analizi üçün bundan daha yaxşı gün tapmaq çətin olardı. İş yerində hər kəsin qaçdığı, çətin və darıxdırıcı hesab etdiyi tapşırıqları siz böyük bir ustalıqla və qısa zamanda həll edə bilərsiniz. Rəhbərlik sizin bu nizam-intizamınızı və işə sadiqliyinizi mütləq qeyd edəcək. Bununla belə, komanda işində iş yoldaşlarınızın tempindən narazı qala bilərsiniz. Sizin qədər detallı və sürətli işləməyənlərə qarşı səbirsiz davranmaq iş mühitində gərginlik yarada bilər. Hər kəsin fərqli işləmə metodu olduğunu qəbul edin və lazım gəldikdə kömək təklif edin, lakin bunu öyrədici və ya diktə edici bir tonla etməyin. Müqavilələr imzalamaq, yeni biznes tərəfdaşlıqları qurmaq və ya rəsmi sənədləşmə işlərini bitirmək üçün günün ilk yarısı çox əlverişlidir. Maliyyə və büdcə. Maliyyə mövzusunda qızlar həmişəki kimi ehtiyatlı və hesablıdırlar. 8 iyun günü də bu qayda dəyişməyəcək. Büdcənizi yoxlamaq, gəlir və xərclərinizin balansını çıxarmaq, gələcək aylar üçün ödənişləri planlaşdırmaq üçün əla gündür.
Lazımsız xərclərdən qaçacaq və pulunuzun hər bir qəpiyinin hara getdiyini bilmək istəyəcəksiniz. Bu, uzun müddətli maliyyə təhlükəsizliyiniz üçün çox yaxşıdır. Əgər investisiya etmək fikriniz varsa, bugün dövlət istiqrazları, etibarlı fondlar və ya gələcəyi zəmanətli olan sahələr haqqında ciddi araşdırmalar edə bilərsiniz. Riskli maliyyə macəralarına atılmaq sizə görə deyil və bugün də o instinktiniz sizi potensial itkilərdən qoruyacaq. Həmçinin eviniz üçün uzun müddətdir ehtiyac duyduğunuz faydalı və praktik bir məişət əşyasını almaq üçün uğurlu zamandır. Etdiyiniz xərcin qarşılığını uzun illər görəcəksiniz. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün sinir sisteminiz və bağırsaqlarınız ən həssas nöqtələrinizdir. Hər şeyi beyninizdə böyütmək, detallar üzərində həddindən artıq stres keçirmək birbaşa həzm sisteminizə mənfi təsir göstərə bilər. Spazmlar, şişkinlik və ya mədə ağrıları yaşamamaq üçün bugün qidalanmanıza və ən əsası zehni sakitliyinizə diqqət yetirməlisiniz. Lifli qidalara üstünlük verin, təmiz su içməyi unutmayın. Zehni yorğunluğu atmaq üçün bugün meditasiya, yoga və ya sadəcə səssiz bir otaqda kitab oxumaq sizə çox yaxşı təsir edəcək. Həmçinin əl işləri ilə məşğul olmaq, yazı yazmaq və ya evdə təmizlik nizam işləri görmək də sizin üçün bir növ terapiya rolunu oynaya bilər. Bədəninizi dinləyin və onun verdiyi yorğunluq siqnallarına biganə qalmayın. Tərəzi. 8 iyun 2026-cı il tərəzi bürcləri üçün həyatın hər bir sahəsində harmoniya, gözəllik və ədalət axtarışını ön plana çıxarır. Veneranın zərif enerjisini daşıyan bir bürc olaraq, bugün ətrafınızdakı xaotik və gərgin situasiyaları sakitləşdirmək, insanları ortaq məxrəcə gətirmək missiyasını öz üzərinizə götürə bilərsiniz. Göy üzü sizə xəbərdarlıq edir. Başqalarının xoşbəxtliyi və ya mühitdəki barışığı qorumaq naminə öz istək və ehtiyaclarınızdan keçmək məcburiyyətində deyilsiniz. Bugün hər kəsə hər deyib, daxilən özünüzə yük etməkdənsə diplomatik şəkildə sərhəd qoymağı seçin. Sevgi və münasibətlər. Bugün münasibətlərinizdə estetik baxış, nəzakət və qarşılıqlı hörmət hər şeydən önəmli olacaq. Əgər həyatınızda kimsə varsa, onunla romantik və vizual olaraq gözəl bir mühitdə vaxt keçirmək, daxili dünyanızı paylaşmaq istəyəcəksiniz. Partnyorunuzla aranızda uzun müddətdir yığılıb qalan xırda incikliklər varsa, bugün onları sakit, sivil və tərəfləri günahlandırmadan həll etmək üçün ideal zamandır. Sizin anadan gəlmə diplomatiya qabiliyyətiniz ən çətin mövzunu belə şirin dillə yoluna qoymağa imkan verəcək. Subay tərəzilər üçün bugün sosial aktivliyin gətirdiyi gözəl sürprizlər ola bilər. Bir sərgi, konsert, lüks bir məkan və ya dost məclisi sizin üçün yeni bir hekayənin başlanğıc nöqtəsinə çevrilə bilər. Qarşınıza çıxacaq insanın intellekti və zövqləri sizə dərhal təsir edəcək. Lakin tərəzilərin ən böyük zəifliyi olan qərar verə bilməmək bugün də özünü göstərə bilər. Həmin insan haqqında müsbət və mənfi tərəfləri saatlarla düşünüb anı qaçırmaqdansa sadəcə ünsiyyətdən zövq almağa çalışın. Karyera və biznes. Karyera və biznes sahəsində bugün tərəfdaşlıqlar, müştəri əlaqələri və ortaq layihələr uğur qazanmağınızın əsas açarıdır. Tək başına qərar verməkdə çətinlik çəksəniz də, komanda daxilində beyin fırtınası etmək və ya birgə layihə hazırlamaq mövzusunda möhtəşəm nəticələr əldə edəcəksiniz. İş yerində yaranan münaqişələrdə hamı sizin obyektiv hakimliyinizə güvənə bilər. Həmkarlarınız arasında yaranan anlaşılmazlıqları həll edərək kollektivin rəğbətini qazanacaqsınız. Yaradıcılıq, dizayn, hüquq, xalqla əlaqələr, para və ya məsləhətçilik sahəsində çalışan tərəzilər üçün xüsusilə məhsuldar bir gündür. Vizual zövqünüz və diplomatik diliniz sizə yeni müqavilələr qazandıra bilər. Diqqət yetirməli olduğunuz məqam isə işləri təxirə salmaq meylinizdir. Komfort zonanızdan çıxmaq istəmədiyiniz üçün bəzi rəsmi işləri günün sonuna saxlamayın, səhər saatlarındakı enerjidən maksimum istifadə edin. Maliyyə və büdcə. Maliyyə mövzusunda tərəzilərin bugün öz ssenarilərinə biraz tənqidi yanaşmaları lazımdır. Gözəlliyə, sənətə və öz xarici görünüşünüzə xüsusi önəm verdiyiniz üçün bugün kosmetika, geyim, bəzək əşyaları və ya lüks bir şam yeməyi üçün büdcənizi ciddi şəkildə aşma riskiniz var. Göz oxşayan əşyalara baxarkən daxili tərəzinizin tarazlığını itirməyin. Alış-verişə çıxmazdan əvvəl özünüzə konkret bir limit qoyun və ona sadiq qalın. Yeni investisiya təklifləri və ya tərəfdaşlıq layihələri gələrsə, dərhal qərar verməyin. Qarşı tərəfin sizə təqdim etdiyi parlaq mənzərənin arxasındakı real riskləri hesablamaq üçün özünüzə bir neçə gün vaxt tanıyın. Borc almaq və ya vermək üçün uyğun bir gün deyil, cari balansınızı qorumaq gələcək maliyyə azadlığınız üçün daha yaxşı zəmanətdir. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün böyrəkləriniz və bel nahiyəniz ən həssas nöqtələrinizdir.
Gün ərzində kifayət qədər təmiz su içmək bədəninizin toksinlərdən təmizlənməsi və böbrəklərinizin normal işləməsi üçün həyati önəm daşıyır. Qazlı, rəngli və həddindən artıq şəkərli içkilərdən uzaq durmağa çalışın. Həmçinin emosional mühitlərin gərginliyi sizdə bel ağrıları və ya ümumi halsızlıq yarada bilər. Bədəninizin tarazlığını qorumaq üçün yüngül dartınma hərəkətləri, yoga və ya klassik musiqi sədaları altında dincəlmək sizə möhtəşəm təsir edəcək. Zehninizi lazımsız fikirlərdən təmizləmək və ruhunuzu bəsləmək üçün bugün sənətlə məşğul olmaq və ya estetik baxımdan sizə zövq verən bir məkanda vaxt keçirmək ən yaxşı dərmandır. Əqrəb 8 iyun 2026-cı il Əqrəb bürcləri üçün daxili gücü kəşf etmək, maskaları düşürmək və həyatın görünməyən tərəflərini analiz etmək üçün möhtəşəm bir intuisiya dalğası gətirir. Mars və Plutonun təsiri altında olan bir bürc olaraq, bugün ətrafınızda baş verən heç bir hadisəyə səthi yanaşa bilməyəcəksiniz. İnsanların gizli niyyətlərini, sözlərin arxasındakı real mənaları və gözlərdən qaçan sirləri bir baxışda oxumaq qabiliyyətiniz pik həddə olacaq. Göy üzü xəbərdarlıq edir. Bu güclü fəhm sizi həddindən artıq şübhəçi və mühafizəkar edə bilər. Hər kəsin sizə qarşı bir plan qurduğunu düşünərək özünüzü daxili bir müharibəyə sürükləməyin. Enerjinizi dağıtmağa deyil, köklü dəyişikliklər etməyə yönəldin. Sevgi və münasibətlər. Bugün sevgi həyatınızda ehtiras, dərin bağlar və biraz da idarə etmək istəyi ön plana çıxır. Əgər münasibətiniz varsa, partnyorunuzla sadəcə vaxt keçirmək sizə bəs etməyəcək, onun ruhunun ən dərin qatlarına toxunmaq, tam mənası ilə bir olmaq istəyəcəksiniz. Lakin bu güclü bağlılıq hissi bəzən qısqanclıq və ya qarşı tərəfi manipulyasiya etmək meylinə çevrilə bilər. Onun hər bir hərəkətini nəzarətdə saxlamağa çalışmaq, telefon zənglərini və ya sosial media aktivliyini sorğulamaq aranızdakı güvən bağını zədələyə bilər. Sevgini qorumağın yolu onu boğmaq deyil, sərbəst buraxmaqdır. Qarşı tərəfə güvənməyi seçsəniz, bugün aranızda unudulmaz bir emosional yaxınlıq yarana bilər. Subay əqrəblər üçün bugün maqnit kimi cazibədar bir enerji var, sakit və sirli duruşunuzla ətrafdakıların diqqətini çəkmək sizin üçün heç də çətin olmayacaq. Qarşınıza çıxacaq yeni bir insanla ilk baxışdan sanki onu illərdir tanıyırmışsınız kimi dərin bir karmik bağ hiss edə bilərsiniz. Bugün başlayacaq ünsiyyətlər keçici flörtlərdən uzaq, olduqca intensiv və ciddi xarakter daşıya bilər. Hisslərinizin dərinliyinə qərq olmazdan əvvəl qarşı tərəfi real dünyada addım-addım tanımağa icazə verin. Karyera və biznes. Karyera və biznes cəbhəsində əqrəblər üçün bugün çətin və düyünə düşmüş problemləri həll etmək baxımından əla zamandır. Kimsənin cəsarət etmədiyi riskli layihələrin altına qol qoya bilərsiniz. Krizis menecmenti mövzusunda təbii bir istedad nümayiş etdirəcəksiniz və iş yerində yaranan anidən böhranlı vəziyyətlərdə hamı təşvişə düşərkən, siz soyuqqanlılığınızı qoruyub ən doğru strateji addımı ata bilərsiniz. Müstəqil araşdırmalar, rəqib analizi və gizli qalan faktorların üzə çıxarılması üçün uğurlu gündür. Diqqət yetirməli olduğunuz məqam isə iş mühitindəki gizli rəqabətdir. Güclü xarakteriniz bəzi həmkarlarınızda qorxu və ya qısqanclıq yarada bilər. Bugün öz planlarınızı, gələcək layihələrinizi hamıya danışmaqdan çəkinin. Kartlarınızı biraz gizli oynamaq və tam nəticə əldə edənə qədər səssiz qalmaq sizə strateji üstünlük qazandıracaq. Rəhbərliklə dialoqlarda öz prinsiplərinizdən güzəştə getmək istəməyəcəksiniz, lakin bunu aqressiv deyil, sarsılmaz arqumentlərlə ifadə edin. Maliyyə və büdcə. Maliyyə mövzusunda bugün ortaq büdcələr, bank işləri, vergilər, sığortalar və ya miras kimi mövzular gündəmdə ola bilər. Əgər ortaq bir biznesiniz varsa və ya ailə daxilində pulların idarə edilməsi müzakirə olunursa, bugün ədalətli və dəqiq hesabat tələb edəcəksiniz. Başqalarından gələn maddi dəstək, kredit müraciətlərinin müsbət cavablanması və ya köhnə bir borcun qaytarılması kimi şanslı durumlar yaşana bilər. Bununla belə, şəxsi investisiya planlarınızda risk reytingini düzgün hesablamalısınız. Böyük qazanclar vəd edən, lakin arxasında dumanlı məqamlar olan maliyyə əməliyyatlarından uzaq durun. İntuisiyanız sizə pul mövzusunda doğru yolu göstərəcək, daxili səsiniz burada nəsə şübhəlidir deyirsə, mütləq dayanın. Şəxsi xərclərinizdə isə bugün daxili gərginliyi azaltmaq üçün ekstremal və ya tamamilə qeyri-adi əşyalara pul xərcləməkdən qaçın. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün uroloji sistem və çanaq nahiyəniz ən həssas nöqtələrinizdir. Soyuq dəyməyə və infeksiyalara qarşı bədəninizi qorumalısınız. Həmçinin daxili emosiyaları, hirsi və incikliyi içinizə atmaq meyliniz olduğundan bu bastırılmış enerji bədəninizdə psixosomatik ağrılar və ya daxili gərginlik kimi özünü göstərə bilər.
Ruhunuzu və bədəninizi toksinlərdən təmizləmək üçün bugün detoks proqramlarına başlamaq, zərərli vərdişlərdən imtina etmək üçün mükəmməl bir gündür. İntensiv fiziki məşqlər, döyüş sənətləri və ya dərindən tərləməyinizi təmin edəcək kardio fəaliyyətlər daxilinizdəki yığılmış aqressiyanı pozitiv enerjiyə çevirmək üçün ən yaxşı vasitədir. Psixoloji olaraq özünüzü yeniləmək üçün biraz tək qalmaq və daxili hesabat aparmaq sizə çox yaxşı təsir edəcək. Oxatan 8 iyun 2026 il Oxatan bürcləri üçün üfüqləri genişləndirmək, yeni ideyaların arxasınca qaçmaq və həyatın gətirdiyi fürsətləri nikbinliklə qarşılamaq üçün möhtəşəm bir enerji vəd edir. Yupiterin idarə etdiyi bir bürc olaraq, bugün daxili azadlıq hissinizin pik həddə çatdığını, rutin işlərin və qəliblərin sizə dar gəldiyini hiss edə bilərsiniz. Göy üzü sizə fərqli pəncərələrdən baxmaq şansı tanıyır. Lakin ulduzlar xəbərdarlıq edir. Həddindən artıq riskə meyillilik və hər şeyin mütləq yaxşı olacağına dair kör-körənə inam, həddindən artıq optimizm bugün real təhlükələri göz ardı etmənizə yol aça bilər. Ayaqlarınızı yerdən kəsmədən böyük xəyallar qurun. Sevgi və münasibətlər. Bugün münasibətlərinizdə müstəqillik və intellektual tərəfdaşlıq ehtiyacınız ön plandadır. Əgər bir partnyorunuz varsa, onunla birlikdə yeni planlar qurmaq, bəlkə də gələcək səyahətləri müzakirə etmək və ya fərqli bir mövzuda beyin fırtınası etmək aranızdakı bağı inanılmaz dərəcədə təravətləndirəcək. Sizi boğmayan, şəxsi məkanınıza hörmət edən bir sevgi anlayışı bugün ruhunuzu bəsləyir. Lakin diqqətli olun, sərbəstlik istəyinizi qarşı tərəfə elə bir tərzdə ifadə edə bilərsiniz ki, o özünü tamamilə kənarda qalmış və ya dəyərsiz hiss edə bilər. Azadlığınızı qoruyarkən partnyorunuzun emosional təhlükəsizliyini də nəzərə alın. Subay Oxatanlar üçün bugün fərqli mədəniyyətlərdən, xarici ölkələrdən olan və ya tamamilə fərqli bir dünya görüşünə sahib insanlarla tanışlıq şansı çox yüksəkdir. Onlayn platformalar, xarici dil kursları və ya səyahətlər zamanı ağlınızı başınızdan alacaq bir ünsiyyət başlaya bilər. Bu insan sizə sadəcə bir sevgi obyekti kimi deyil, həm də həyatı öyrədən bir bələdçi kimi görünə bilər. Anidən alovlanan hisslərinizə rəğmən qarşı tərəfi biraz da real həyatın içində sınamağa, zamanla tanımağa üstünlük verin. Karyera və biznes. Karyera sahəsində Oxatanlar üçün bugün böyük layihələrin startını vermək, xarici tərəfdaşlarla əlaqələr qurmaq və ya təhsil, media, nəşriyyat sahəsində irəliləmək üçün əla fürsətlər var. Vizyonunuz o qədər geniş olacaq ki, rəhbərliyə təqdim edəcəyiniz strateji planlar böyük maraq doğura bilər. Problemlərə hər kəsdən fərqli, qlobal bir bucaqdan baxa bildiyiniz üçün ən çıxılmaz görünən vəziyyətlərdən belə asanlıqla çıxış yolu tapacaqsınız, lakin günün çətin tərəfi xırda detallardadır. Siz böyük layihələri idarə etməkdə ustasınız, lakin rutin hesabatlar, sənədləşmələr və ya arxiv işləri bugün səbrinizi ciddi şəkildə sınağa çəkə bilər. Bunu sonra edərəm deyərək təxirə saldığınız xırda bir detal günün sonunda böyük bir bürokratik maneəyə çevrilə bilər. Odur ki, yarımçıq işləri tamamlamaq üçün özünüzə biraz nizam-intizam aşılayın. Həmçinin rəsmi yazışmalarda istifadə etdiyiniz dilin həddindən artıq rahat və ya rəsmiyyətdən uzaq olmamasına diqqət yetirin. Maliyyə və büdcə. Maliyyə mövzusunda Oxatanların bugün daxili əliaçıqlıqlarını və xərcləmə instinktlərini cilovlamaları lazımdır. Sizin təbiətinizdə gələcəyə güvənmək və pul necəsə gələcək fəlsəfəsi var. 8 iyun günü bu yanaşma səyahət biletləri, onlayn dərslər və ya fərqli təcrübələr üçün büdcənizi bir anda sıfırlamağınıza yol aça bilər. Xüsusilə dostlarınızla keçirəcəyiniz vaxtlarda hamının hesabını öz üzərinizə götürmək meylindən qaçın. Yeni biznes layihələri və ya investisiya imkanları qarşınıza çıxdıqda ilk baxışdan hər şeyin çox asan və gəlirli görünməsinə aldanmayın. Arxasında duran gizli xərcləri və ya hüquqi öhdəlikləri yaxşıca araşdırın. Riskli bircə əməliyyatları və ya tanımadığınız sahələrə pul yatırmaq üçün bugün uyğun bir zaman deyil. Real gəlirlərinizi qorumaq və ağıllı bir qənaət planı hazırlamaq bugünün ən doğru maliyyə addımı olar. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün qaraciyəriniz, bud və omba nahiyələriniz ən həssas nöqtələrinizdir. Qidalanmada yağlı, ağır və həddindən artıq şəkərli qidalardan uzaq durmaq qaraciyərinizi qorumaq üçün vacibdir. Həmçinin alkol və ya tünd qidalardan qaçınmağınız məsləhətdir. Bədəninizin detoksifikasiyaya, təmizlənməyə ehtiyacı olduğunu hiss edə bilərsiniz. Bol su və bitki çayları qəbul edin. Fiziki enerjiniz çox yüksəkdir, lakin idman edərkən və ya hərəkət edərkən həddindən artıq yüklənmələrdən qaçın. Əzələ dartılmaları və ya omba nahiyəsində zədələnmə riski ola bilər, ona görə də məşqlərdən əvvəl isinmə hərəkətlərinə mütləq vaxt ayırın.
Ruhunuzu sakitləşdirmək və günün gərginliyini atmaq üçün açıq havada, meşədə və ya parkda qaçış gəzinti etmək sizə hər cür dərmandan daha yaxşı təsir edəcək. Oğlaq. 8 iyun 2026-cı il Oğlaq bürcləri üçün tam mənası ilə hədəflərə kilidlənmək, strateji gedişlər etmək və həyatın praktiki tərəflərini mükəmməl şəkildə idarə etmək üçün güclü bir zemin hazırlayır. Saturnun nizam-intizamlı enerjisini daşıyan bir bürc olaraq, bugün duyğularınızı bir kənara qoyub tamamilə nəticəyə yönəlmək istəyəcəksiniz. Göy üzü sizin bu əzmkarlığınızı dəstəkləyir, lakin eyni zamanda mühüm bir xəbərdarlıq edir. Həyat sadəcə yerinə yetirilməli olan vəzifələrdən və qazanılmalı olan zirvələrdən ibarət deyil. Bugün ətrafınızdakı insanlara qarşı həddindən artıq soyuq, rəsmi və ya məsafəli davransanız, gələcəkdə sizə dəstək olacaq sadiq müttəfiqlərinizi itirə bilərsiniz. Profesional duruşunuzu qoruyarkən insani səmimiyyəti də unutmayın. Sevgi və münasibətlər. Bugün sevgi həyatınızda realizm və gələcək zəmanəti axtarışınız pik həddə olacaq. Əgər bir münasibətiniz varsa, partnyorunuzla münasibətin hara doğru getdiyini, ortaq hədəflərinizi və ya maddi-mənəvi planlarınızı müzakirə etmək istəyə bilərsiniz. Sizin üçün sevgi sadəcə xoş sözlərdən ibarət deyil, həm də çətin gündə bir-birinin arxasında dura bilmək deməkdir. Lakin diyaloqlarınızda işgüzar bir ton istifadə etməkdən çəkinin, partnyorunuz özünü bir sevgi münasibətində deyil, sanki rəsmi bir intervyuda və ya biznes iclasında hiss edə bilər. Ona hisslərinizi, qayğınızı və sevginizi göstərməkdən qorxmayın. Bəzən sadəcə qucaqlamaq və mən səninləyəm demək bütün problemləri həll edir. Subay Oğlaqlar üçün bugün ciddi, uzun müddətli və yetkin xarakterli tanışlıqlar üçün qapı aça bilər. Keçici macəralar onsuz da sizin maraq dairənizdə deyil, bugün isə həyata baxışı, karyerası və duruşu ilə sizə güvən verən bir insan diqqətinizi çəkə bilər. Bu tanışlıq böyük ehtimalla iş mühitində, rəsmi layihələrdə və ya ciddi bir seminar zamanı baş verə bilər. İlk addımı atmaqda tələsməyəcəksiniz, lakin qarşı tərəfin intellektini və məsuliyyət hissini dərindən analiz etmək üçün əla fürsətiniz olacaq. Karyera və biznes. Karyera cəbhəsində bugün Oğlaqların tam olaraq öz güclərini nümayiş etdirəcəyi bir gündür. Uzun müddətdir üzərində işlədiyiniz bir layihənin son mərhələsinə gələ bilərsiniz və ya rəhbərlik tərəfindən sizə çox böyük bir məsuliyyət həvalə oluna bilər. Çətinliklər qarşısında sarsılmayan iradəniz və soyuqqanlılığınız sayəsində iş yerində hamının böhran hesab etdiyi vəziyyəti öz xeyrinizə çevirə bilərsiniz. İdarəçilik, təşkilatçılıq və strateji planlaşdırma tələb edən işlərdə rəqib tanımayacaqsınız. Diqqət yetirməli olduğunuz məqam isə tabeliyinizdə çalışan insanlara və ya iş yoldaşlarınıza qarşı həddindən artıq avtoritar davranmaq meylinizdir. Hər kəsin sizinlə eyni iş tempinə və ya dözümlülüyə sahib olmasını gözləyə bilməzsiniz. Tapşırıqları bölərkən insanların potensialını nəzərə alın və onlara qarşı biraz daha anlayışlı olun. Müqavilələr imzalamaq, dövlət strukturları ilə rəsmi işləri həll etmək və ya uzun müddətli biznes tərəfdaşlıqlarının təməlini qoymaq üçün günün ikinci yarısı olduqca əlverişlidir. Maliyyə və büdcə. Maliyyə mövzusunda Oğlaqlar bugün tam bir strateg kimi hərəkət edəcəklər. Pulun idarə olunması, investisiya portfelinin yenidən nəzərdən keçirilməsi və ya gələcək üçün böyük bir kapitalın planlaşdırılması üçün uğurlu gündür. Boş və keçici əyləncələr üçün xərcləmələrdən tamamilə uzaq duracaqsınız. Sizin üçün bugün atılacaq ən doğru maliyyə addımı pulu sadəcə saxlamaq deyil, onun gələcəkdə sizə necə daha çox zəmanət və qazanc gətirə biləcəyini hesablamaqdır. Daşınmaz əmlak, torpaq və ya uzun müddətli dövlət istiqrazları kimi etibarlı sahələrə investisiya etmək fikriniz varsa, bugün ciddi addımlar ata bilərsiniz. Riskli birjalardan və anidən varlanma vəd edən spekulyativ layihələrdən uzaq durun. Maddi mövzularda ailə böyüklərindən və ya təcrübəli şəxslərdən gələcək məsləhətlər sizə yeni və fərqli qapılar aça bilər. Sənədləşmə işlərində vergi və ya sığorta ödənişlərini gecikdirmədiyinizdən əmin olun. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün sümükləriniz, oynaqlarınız və dişləriniz ən həssas nöqtələrinizdir. Gün ərzində kalsium qəbuluna diqqət yetirin və bədəninizi həddindən artıq fiziki işlərlə yormayın. Xüsusilə oturaq iş rejimindəsinizsə, bel və diz oynaqlarında yaranacaq gərginliklərin qarşısını almaq üçün ergonomik oturuş qaydalarına əməl edin və kiçik fasilələrlə bədəninizi hərəkət etdirin. Zehni olaraq isə bugün özünüzə çox yüklənmək meyliniz var, həyatın bütün yükünü tək başınıza daşımağa çalışmaq daxili depressiyanı və ya xroniki yorğunluğu tətikləyə bilər. Axşam saatlarında işi tamamilə ofisdə və ya beyninizdə buraxıb, ruhunuzu dincəldəcək bir hobbiyə, isti bir vannaya və ya sadəcə səssizliyə zaman ayırın.
Unutmayın ki bədəniniz sizin ən böyük kapitalınızdır. Ona ehtiyacı olan istirahəti vermək iş keyfiyyətinizi daha da artıracaq. Dolça 8 iyun 2026-cı il Dolça bürcləri üçün azad fikirli olmaq, gələcəyə baxmaq və cəmiyyətə, mühitə yeniliklər gətirmək baxımından vizyoner bir gün vəd edir. Uran və Saturnun birgə təsiri altında bugün qəlibləşmiş qaydalara qarşı daxili bir üsyan hiss edə bilərsiniz. Hər kəsin getdiyi yolla getmək deyil, öz cığırınızı açmaq istəyi bugün sizin əsas hərəkət verici qüvvəniz olacaq. Göy üzü yaradıcılığınızı və fərqliliyinizi dəstəkləyir, lakin eyni zamanda xəbərdarlıq edir. Sırf fərqli olmaq xatirinə ətrafınızdakı insanlarla münasibətləri qoparmaq, marjinal və ya anlaşılmaz davranmaq sizi tənhalığa sürükləyə bilər. İdeallarınızı insanları itirərək deyil, onları ətrafınızda birləşdirərək reallaşdırın. Sevgi və münasibətlər. Bugün münasibətlərinizdə emosional baskılardan, qısqanclıqlardan və ənənəvi rollardan uzaq durmaq istəyəcəksiniz. Əgər həyatınızda kimsə varsa, onunla hər şeydən əvvəl 2 yaxın dost olmağı hədəfləyəcəksiniz. Sizin üçün sevgidə ən önəmli faktor fikirlərin sərbəst mübadiləsi və qarşılıqlı azadlıq sahələrinin qorunmasıdır. Lakin diqqətli olun, bu həddindən artıq rasional və sərbəst yanaşmanız partnyorunuz tərəfindən soyuqluq və ya laqeydlik kimi qəbul edilə bilər. İnsanlar bəzən sadəcə məntiqi fikirlər deyil, emosional yaxınlıq və biraz da romantika gözləyirlər. Qarşı tərəfə onun sizin üçün nə qədər unikal və dəyərli olduğunu hiss etdirin. Subay dolçalar üçün bugün sosial layihələrdə, dost mühitində və ya onlayn icmalarda maraqlı tanışlıqlar vəd edir. Sizinlə eyni idealları, eyni hobbiləri paylaşan, bəlkə də texnologiya, elm və ya sənətlə maraqlanan fərqli bir insan diqqətinizi çəkə bilər. İlk baxışdan bu ünsiyyət sadəcə güclü bir dostluq kimi başlasa da, zamanla intellektual bağın dərinləşməsi ilə ciddi bir münasibətə çevrilə bilər. Hisslərinizi dərhal adlandırmağa tələsməyin, qoyun hər şey təbii axarında inkişaf etsin. Karyera və biznes. Karyera sahəsində bugün dolçaların fərqli ideyaları, innovativ təklifləri və texnoloji yanaşmaları ön plana çıxacaq. Xüsusilə rəqəmsal marketinq, startaplar, elm, mühəndislik və ya sosial layihələr sahəsində çalışırsınızsa, bugün komanda daxilində və ya rəhbərlik qarşısında parıldaya bilərsiniz. Köhnəlmiş və zaman itkisinə səbəb olan üsulları avtomatlaşdırmaq və ya optimallaşdırmaq üçün ağlınıza gələn fikirlər böyük rəğbət doğuracaq. Beyin fırtınalarında ən yaradıcı ideyalar məhz sizdən gələcək. Bununla belə, komanda daxilində bəzi mühafizəkar şəxslərin sizin yeniliklərinizə müqavimət göstərməsi mümkündür. İnsanlara dəyişikliyin faydalarını aqressiv şəkildə deyil, məntiqli və praktik nəticələrlə izah etməyə çalışın. Həmçinin bugün eyni anda çox sayda layihəyə maraq göstərmək enerjinizi parçalaya bilər. Başladığınız fərqli işləri tamamlamaq üçün planlı hərəkət edin. Texnoloji avadanlıqlarla işləyərkən məlumatların ehtiyat nüsxəsini bakıb çıxarmağı unutmayın, xırda sistem xətaları ola bilər. Maliyyə və büdcə. Maliyyə mövzusunda dolçalar bugün qeyri-adi və fərqli sahələrə maraq göstərə bilərlər. Texnoloji yeniliklər, elektronika, onlayn xidmətlər və ya gələcəyin rəqəmsal aktivləri ilə bağlı investisiya fikirləri ağlınıza bata bilər. Yeniliklərə açıq olmaq yaxşıdır, lakin tam araşdırmadığınız, arxasında güclü hüquqi əsaslar olmayan sahələrə böyük məbləğlər yatırmaqdan qaçın. Sürətli qazanc vədləri bugün sizə zərər verə bilər, gündəlik xərclərinizdə isə bugün biraz daha balanslı olmalısınız. Dostlarınızla bərabər keçirəcəyiniz vaxtlarda və ya xeyriyyə məqsədli tədbirlərdə büdcənizi aşan könüllü ödəmələr edə bilərsiniz. Əliaçıqlığınız gözəldir, lakin öz şəxsi maliyyə təhlükəsizliyinizi də prioritet etməyi unutmayın. Alış-veriş edərkən sadəcə trend və ya fərqli olduğu üçün deyil, həqiqətən praktik istifadəsi olan əşyalara pul xərcləməyiniz uzun müddətli perspektivdə daha faydalı olacaq. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün qan dövranı sisteminiz, baldır və ayaq biləkləriniz ən həssas nöqtələrinizdir. Gün ərzində uzun müddət eyni pozisiyada oturaq və ya ayaq üstə qalmamağa çalışın. Varislərin və ya ayaq ağrılarının qarşısını almaq üçün qısa fasilələrlə gəzişmək və qan dövranını stimullaşdıracaq yüngül hərəkətlər etmək vacibdir. Zehni olaraq isə beyninizin fasiləsiz işləməsi və gələcək qayğıları sinir sisteminizi yükləyə bilər. Bugün elektron cihazlardan detoks rəqəmsal bir neçə saatlıq da olsa uzaq durmaq ruhunuza inanılmaz dərəcədə yaxşı təsir edəcək. Axşam saatlarında təmiz havada gəzinti etmək, ulduzları izləmək və ya dostlarla sadəcə gələcəkdən, xəyallardan danışmaq daxili enerjinizi yenidən balanslaşdıracaq və zehninizə ehtiyacı olan sakitliyi bəxş edəcək. Balıqlar.
8 iyun 2026-cı il balıqlar bürcləri üçün emosional dərinliyin, yaradıcı ilhamın və daxili intuisiyanın pik həddə çatacağı mistik bir günbəd edir. Neptun və Yupiterin rəhbərlik etdiyi bir bürc olaraq, bugün ətrafınızda baş verən hadisələrin görünməyən tərəflərini, insanların gizli duyğularını və mühitin aurasını bir radar kimi hiss edəcəksiniz. Göy üzü yaradıcılığınızı və mənəviyyatınızı maksimum dərəcədə dəstəkləyir. Lakin ulduzlar mühüm bir məqamda xəbərdarlıq edir. Xəyallar aləminə həddindən artıq qərq olmaq və real dünyanın məsuliyyətlərindən qaçmaq, məsələn, hər şey öz-özünə düzələr fəlsəfəsi, bugün bəzi praktik problemlərin böyüməsinə yol aça bilər. Ayaqlarınızı real dünyada saxlayaraq xəyal qurun. Sevgi və münasibətlər. Bugün sevgi həyatınızda tam mənası ilə bir nağıl ab-havası, romantika və fədakarlıq istəyi hakim olacaq. Əgər bir münasibətiniz varsa, partnyorunuzla ruhsal bir bağ qurmaq, onun dərdinə şərik olmaq və ona mənəvi dəstək vermək istəyəcəksiniz. Sizin bu sonsuz şəfqətiniz və anlayışınız aranızdakı bağları görünməz iplərlə daha da möhkəmləndirə bilər. Lakin diqqətli olun, qarşı tərəfi gözünüzdə həddindən artıq idealizə etmək, onu olduğundan fərqli, qüsursuz görmək, gələcəkdə xəyal qırıqlığına səbəb ola bilər. İnsanları səhvləri və qüsurları ilə bərabər sevməyi seçin. Öz sərhədlərinizi də qoruyun, sevgidə özünüzü tamamilə fəda etmək qarşı tərəfdə asılılıq yarada bilər. Subay balıqlar üçün bugün sanki bir film ssenarisi kimi təsadüfi və emosional qarşılaşmalar vəd edir. Bir baxış, bir musiqi ya da çətin bir anda sizə uzadılan kömək əli yeni bir sevginin başlanğıcı ola bilər. İntuisiyanız bugün sizə doğru insanı seçməkdə kömək edəcək, daxili səsiniz birinə qarşı bəli deyirsə, ona şans verməkdən qorxmayın. Amma hər zamanki kimi ilk günlərdən böyük xəyallar qurub reallıq hissini itirməyin, qoyun münasibət addım-addım böyüsün. Karyera və biznes. Karyera sahəsində bugün balıqların təxəyyülü və bədii zövqü onlara böyük uğurlar qazandıra bilər. Xüsusilə incəsənət, musiqi, yazı, psixologiya, dizayn, sosial yardım və ya xeyriyyəçilik sahələrində çalışırsınızsa, bugün ortaya qoyacağınız işlər, layihələr ətrafdakıları dərindən təsir edəcək. Problemlərə məntiqlə deyil, intuisiyanızla yanaşaraq heç kimin ağlına gəlməyən bənzərsiz həll yolları tapacaqsınız. Komanda daxilindəki gərginlikləri öz sakitləşdirici enerjinizlə yüngülləşdirə bilərsiniz, lakin işin rəsmi və rəqəmsal tərəfi sizdən xüsusi diqqət tələb edir. Sənədləşmələr, müqavilə bəndləri, son icra tarixləri, deadlini və ya mühasibatlıq işlərində fikriniz dağınıq ola bilər. Böyük xəyallara dalıb vacib bir ehmaili cavablandırmağı unuda bilərsiniz və ya rəqəmlərdə xırda mexaniki səhvlər edə bilərsiniz. Buna görə də bugün xüsusilə rutin və rəsmi işlərinizi bitirdikdən sonra onları mütləq 2 dəfə yoxlayın. Lazım gələrsə, qız və ya oğlaq bürcündən olan etibarlı bir həmkarınızdan dəstək istəyin. Maliyyə və büdcə. Maliyyə mövzusunda balıqların bugün biraz daha ayıq-sayıq olması lazımdır. Sizin təbiətinizdə pula qarşı biraz laqeyd və ya pul sadəcə bir vasitədir yanaşması var. 8 iyun günü daxili mərhəmət hissinizin təsiri ilə köməyə ehtiyacı olan birinə, bir xeyriyyə fonduna və ya dostunuza büdcənizi aşacaq dərəcədə böyük köməklik edə bilərsiniz. Yaxşılıq etmək alicənablıqdır, lakin öz maddi balansınızı təhlükəyə atmadan bunu etməyin yolunu tapmalısınız. Həmçinin, bugün emosional boşluqları doldurmaq və ya sadəcə estetik cəhətdən gözəl göründüyü üçün tamamilə lazımsız əşyalara onlayn alış-veriş vasitəsilə pul xərcləmə riskiniz var. Kredit kartı ilə ödəniş edərkən limitinizi nəzarətdə saxlayın. Yeni investisiya layihələri gələrsə və qarşı tərəf sizə dumanlı, qeyri-müəyyən, lakin çox cazibədar vədlər verərsə, dərhal imtina edin. Bugün maliyyə məsələlərində tamamilə real, ayaqları yerə basan məlumatlara güvənməlisiniz. Sağlamlıq və rifah. Sağlamlıq baxımından bugün ayaq pəncələriniz, limfa sisteminiz və bədəninizin ümumi immuniteti ən həssas nöqtələrinizdir. Allergik reaksiyalara, dumanlı mühitlərə və ya tərkibini bilmədiyiniz qidalara qarşı diqqətli olun, çünki bədəniniz bugün toksinlərə qarşı daha həssas ola bilər. Bol maye qəbul etmək bədəninizin təmizlənməsinə kömək edəcək. Ayaq ağrılarının və ya şişkinliyin qarşısını almaq üçün rahat ayaqqabılar seçin və axşam saatlarında dəniz duzu ilə ayaq vannası edin. Zehni və mənəvi rifahınız üçün bugün su ilə təmasda olmaq, isti bir duş, dəniz kənarında gəzinti sizə hər cür dərmandan daha təsirli olacaq. Yaradıcı enerjinizi çıxarmaq üçün rəsm çəkmək, musiqi dinləmək və ya gündəlik yazmaq zehninizdəki emosional xaosu təmizləyəcək. Biraz tənhalıq və meditasiya ruhunuzu yenidən doldurmaq və növbəti günlərə daha güclü başlamaq üçün bugün bir lüks deyil, mütləq bir ehtiyacdır.